Bu gün Həzrəti Xədicənin vəfat günüdür. Həzrəti Xədicənin vəfat günüdür. Çox ağır gündür bu gün Peyğəmbər üçün. Həzrəti Xədicə təvəssül olunası insandır. Həzrəti Xədicənin məqamı çox qiymətlidir Allah yanında. Allahın mələyi yerə nazil olanda Peyğəmbərə deyirdi ki, Allah Xədicəyə salam göndərir. Bu balaca məqam deyil. Allah Həzrəti Xədicəni salamlayırdı. Həzrəti Xədicənin nəyi var idi Allah yolunda qurban vermişdi. Xədicənin malı Peyğəmbərin ixtiyarındaydı. Hira mağarasına gedib gəlir adam Məkkədə, görürsən ki, o xanım 40 gün dalbadal hər gün o yolu gedib Peyğəmbərə yemək aparırdı. Nəyi var idi Peyğəmbərin ixtiyarında qoymuşdu. Varlı, dövlətli bir xanım idi, bütün varını, dövlətini, sərmayəsini Peyğəmbərə qoymuşdu. Axırda bir xurma ilə bir xurmanı yarı bölüb Şəhəb Əbi Talibdə yaşayırdı. Vəfat eləyəndə qızı xanım Fatimə-i Zəhranı çağırır, deyir, qızım, gözümün nuru, mən Peyğəmbərə utanıram deyəm, həya eləyirəm. Peyğəmbər səni çox istəyir, sözü yerə salmaz. Peyğəmbərdən xahiş elə ki, məni dəfn eləyəndə əynində olan köynəyini, əbasını mənim bədənimə bürüsün ki, mən Allahın əzabından qorxuram. Həzrət Fatimə gəlir, deyir, ata, anamın xahişi var. Həzrət Fatimə atasından xahiş eləyəndə dillə Peyğəmbər çox ağlayır, gözü dolur orada. Çünki Həzrət Xədicə gör nə qədər təvazökardır, hər şeyini Allah yolunda verib, nəyi var, malik olduğu hər şeyi Xədicə Allaha qurban verib, dünyadan köçəndə heç bir əməlinə söykənmir, deyir, ümidim, qorxuram cəhənnəm odundan, qəbrin əzabından, Peyğəmbərin köynəyi bəlkəm bədənimdə, əynimdə olarsa Allah məni əzabdan xilas eləyər. Bugün imkanınız olsa 2 rükət xanım Xədicəyə namaz qılın. Çünki Həzrəti Xədicəni Peyğəmbər çox istəyirdi. Bir il Peyğəmbəri gülən görən olmadı. Bugünkü Həzrəti Xədicə dünyasını dəyişdi. Bir il Peyğəmbər gülmədi. Qəm ili deyirlər. Peyğəmbərin ömründə hüzn ili, qəm ili deyirlər. Həzrəti Xədicənin itkisi Peyğəmbər üçün çox ağır idi. Ömrünün axırınacan elə hey Xədicənin həsrətini çəkirdi. Ayşə soruşurdu ki, axı nə qədər sən onun barəsində danışacaqsan. Həzrəti Xədicə Peyğəmbər xanımlar içində ona layiq idi ki, Fatimə-i Zəhranın anası olsun. 12 imamın anası olsun, nənəsi olsun. Gör, nə böyük fəzilətli insan idi ki, onun vücudundan Fatimə dünyaya gəldi və ondan da imamlar dünyaya gəldi. Ona 2 rükət namaz qılaq, təvəssül eləyək. Bugün Allah Həzrəti Xədicə hörmətinə bizi bağışlasın və bizi qapısından əli boş qaytarmasın inşallah.